görə hədsiz dərəcədə çox istək gəldiyi üçün mən də belə bir dərs təşkil etmək qərarına gəldim. Aha, PDF göndərərəm. Göndərərəm, onu narahat olmayın. Hə, heç nə olmaz. İzahını verəcəm dediyim kimi qaranlıq qal. Aytəkin müəllimə, sizdən başlayaq. Salam müəllimə. Salam. Aytəkin müəllimə, siz mənə deyin, məntiqi riyazi təfəkkür məşğələsi hansı yaş qrupundan etibarən keçirilir məşğələ olaraq? Məşğələ olaraq müəllimə artıq orta qrupdan etibarən keçirilir. Kiçik qruplarda isə adı sensor tərbiyə olaraq, yəni gedir məşğələ olaraq. Ay, sağ olun. Yəni təməlini kiçik yaş qruplarından qoysaq da sırf məşğələ kimi orta qrupdan keçirilir, düzdür? Bəli müəllimə. Məntiqi riyazi təfəkkür məşğələsini hansı başlıq altında keçirik? E, Aha, düşün. sayaq və düşünək başlığı Əla. altında. Düzdür. Hansı inkişaf sahəsinə aiddir? Neçənci əsas standartıdır? İdrakin inkişafına aiddir. İki nöqtə elə bil ki, ikinci standartın 2.3-də mən biri Aha, qarışdırdım. ikinci inkişaf sahəsində olur. İkinci məzmun Sahəsində. xəttinin üçüncü əsas standartı. Düzdür? Yəni İkinci əsas. 2.3-ü harda görsək, harda görürük, görək. 2.3 hər zaman bizə hansı məşğələni xatırladacaq? Məntiqi riyazi, Riyaziyyat. düzdür? Və yaxud sadə Bəli. riyaziyyat. Əla. Düzdür. Yaxşı, indi siz mən deyin. Bax, dedik kiçik yaş qruplarında biz sensor tərbiyə ilə, sensor tərbiyə vasitəsilə təməlini qoyuruq. Orada uşaqları rəqəm və yaxud ədədlərlə və yaxud hesablama fəaliyyəti ilə tanış edirik, öyrədirik, yoxsa orada fərqli anlayışdır? Yəni fərqli istiqamətdə uşağı inkişaf elətdiririk. Müəllimə, artıq burada müxtəlif oyunlardan istifadə edə bilərik. Məsəl üçün, rəngli kubiklərdən, sonra Hı -hı. toxunma hissini inkişaf etdirən oyunlardan, təqlid Yəni etmədən aha, belə ədədlərlə oyunlardan tanış istifadə. edirikmi? Ədəd, rəqəm. Bunlar kiçik yaş qrupunda keçirilir ya keçirilmir körpə olduqları üçün. Müəllimə, keçirilmir. Ay, sağ olun. Deməli, erkən yaş dövrü eyni zamanda ədəddən əvvəlki dövrdə hesab edilə bilərmi 1-3 yaş? Bəli, müəllimə, ədəddən Ay, sağ ol. əvvəlki. Biz orada uşaqları çoxluqlarla işləməyi öyrədirik. Çoxluqlarla xeyr. Bilmirəm. Düşünün görək. Yaxşı, bax çoxluqlarla işləməyi öyrətməsək də deyək ki, öyrətmirik. Bəs çoxluq anlayışını uşağa öyrədirikmi kiçik yaş qrupundan ki, uşaq bilsin hansı çoxdur, hansı Bilir. azdır? Bəli, müəllim, məsəl üçün böyük əşya qoya bilərik, bir də kiçik əşya artıq, yəni onlar vizual olaraq baxırlar, elə öyrənirlər də böyük kiçik anlayışını. Amma məncə, yəni mən belə düşünürəm ki, artıq çox əşya qoysaq iş bir qədər mürəkkəbləşir və bu onun üçün çətin olar da Bilmirəm, ayırd bilmirəm. etmək. Sanki olar, sanki alt standartda da bir və çox anlayışının fərqləndirilməsi verilir. İkinci kiçik qrupda az və çox anlayışının fərqləndirməsi ilin sonu üçün, yəni uşaqda formalaşdırmalı olduğumuz bilik bacarıqlardır. İndi baxın, mən uşağa əgər ki, yaxın bir-birinə fərqli bir əşya sayı versəm, yəni misal deyək ki, bir əlində 2 konfet, bir əlində 3 konfet olsa, uşaq bunu ayırd edə bilməyəcək. Çünki bir-birinə yaxındır. Uşaq axı burada hələ ədəddir, saydır, bu kimi fəaliyyətləri mənimsəmir də, öyrənmir. Amma kəskin bir əlimdə bir konfet tutsam, niyə konfet deyirəm? Çünki uşağın maraqlı olan nəsə ya oyuncaq olmalı, ya sevdiyi bir şey. Bir əlimdə bir dənə tutsam, bir əlimdə də hardasa 5 dənə, 6 dənə, 7 dənə. Düşünürəm ki, belə kəskin fərq olanda uşaq seçə biləcək. Düzdür? Yoxsa seçə bilmir. Necə düşünürsüz? Bəli, bəli müəllimə, yəni elə maraqlı oyunlar təşkil eləsək, təbii ki, seçə bilər o Əlbəttə, formada. Aysun. Ona görə bir-birindən kəskin fərq olan əşyalar üzərindən uşaqlara elə bir və çox anlayışını, az və çox anlayışını öyrətməliyik. Baxın, kəskin fərq olmalı. Bir-birinə yaxın olanda uşaq qatacaq çünki. Düzdür? Uşaqlar ilk olaraq çoxluğu mənimsər, yoxsa azlığı? Hansını ilk E, öncə öyrənir? Çoxluq? Həmişə yəni uşaqlar çoxa meyilli olur. Məsəl üçün hər şeyin çox Əla, olduğunu əla. istəyir. Düzdür. İlk olaraq çox, sonra az. Yaxşı. Bəs orta qrupdur. Orta qrupdan etibarən artıq biz məntiqi riyazi təfəkkür məşğələsini keçirik. Orada Bəli. uşaqları rəqəmlərlə və yaxud da hesablama fəaliyyəti ilə tanış edirik, öyrədirik. Ya ədədlə say fəaliyyəti orada öyrədilir. Necə Ədədlə düşünürsüz? müəllimə say fəaliyyəti, biraz hesablama fəaliyyəti artıq böyük qruplarda, böyük məktəbə Ay, sağ hazırlıq ol. qruplarında verilir. Düzdür. Rəqəmlərlə bəs tanışlıq orta böyük qrupda var, yoxsa o da məktəbə hazırlıq qrupudur? E, yəni rəqəmlərlə məncə tanış eləyə bilərik də uşaqları. Bilmirəm. Düşünün görək, rəqəmlərlə tanışlıq. Biri var ədədlə, biri var Hı. say fəaliyyətini sayırıq. 1, 2, 3 alma. 1, 2, 3, 4, 5 deyək ki, nə olsun maşın və s. belə. Bu sayma
orta ilə böyük qrupda olar. Biri də var ki, rəqəmlər. Uşaq artıq bilməlidir ki, anlaşırsınız, rəqəmləri də öyrətməklə sadəcə vizual olaraq uşaq biri tanısın, ikini tanısın deyil. Uşaq qonşu belə deyim, rəqəmləri də əldə etməyi bacarmalıdır, hesablamanı yəni bilməlidir ki, 2-nin üstünə 3 gələndə riyazi ifadədə, misal üçün neçə alınacaq və s. rəqəmlərlə hesablama bir-birinə çox sıx əlaqəlidir. İndi baxın, mən hesablamanı məktəb hazırlıq qrupunda öyrədirəmsə, deməli rəqəmlər də məktəb hazırlıq qrupunda öyrədiləcək. Kiçik yaş qruplarda, yəni orta ilə böyük qrupda nəyi öyrədirik? Ədəd və say fəaliyyətini, düzdür? Ədədlərlə Bəli. tanış edirik, say fəaliyyəti yaxşı. Deməli, müəllimə, rəqəmlərlə tanışlıq məktəbə hazırlıq oldu da. Ay sağ olun. Bəli, məktəbə hazırlıqdır. Həm rəqəmlər, həmçinin hesablama fəaliyyəti. Yaxşı, bəs mənə deyə bilərsiniz, birləşmə nədir, kəsişmə nədir? Birləşmə olduqda nələri götürürük? Kəsişmə olduqda nələr götürülür? Sizə nümunə verilir. Deyir ki, bir qabda nə olsun deyə 5 dənə gilas var, bir qabda da 3 gilas, 2 də alma var. Bax, indi mən deyirəm ki, bunu birləşdirin. Birləşmə olanda hansılar götürüləcək, kəsişmə olduqda hansılar götürəcək? Birləşmə müəllimə toplama, yəni əməli ilə uşaqları bunu başa sala bilərik. Tutalım ki, Əlinin 3 alması var idi. Anası ona 2 alma da verdi. Nə qədər alması oldu? Artıq burada çoxluğun birləşməsidir. Kəsişməsi isə artıq düşünün görək. Yəni baxın, mən sizə eləcə nümunə verdim ki, burada həm kəsişmə, həm də birləşməni ümumi təsvir edərək situasiyada verə bilərik. Baxın, bir qabda 5 gilas, bir qabda isə 3 gilas, 2 də alma var. İndi mən birləşmə olanda hansıları götürəcəm? Kəsişmə olduqda hansıları götürəcəm? Bax, bunu mənə izah edin, zəhmət olmasa. Bilirsinizsə, bilmirsinizsə keçim digər müəlliməyə o izah etsin. Heç kim də bilməsə mən özüm izahını verərəm. Düşünün, amma məncə tapa bilərsiniz. Birləşmə nədir? Birləşmə dedikdə, misal üçün, bax, deyək ki, nə olsun, mənim 5 manatım var, sizin də 3 manatınız var. İndi mən deyirəm ki, gəl pulumuzu birləşdirək, gedək dondurma alaq. Bunda bütün pullarımızı birləşdirəcək və yaxud məndə bir də nə olsun deyək ki, 5 manat olsun, bir də 30 qəpik olsun, belə deyək. Düzdür, bunların hər biri puldur, amma nümunədə indi fərqlidir. İndi baxın, birləşmə dedikdə biz hamısını birləşdiririkmi, yoxsa ancaq manatları birləşdirib qəpik qıraqda qalır? Necə olacaq bu? Deyirəm, birləşdirək, gedək dondurma alaq. Pullarımızı üst-üstə qoyaq, gedək. Hamısı birlikdə birləşir də. Aysa hamısını götürürük. Ortaq oldu, olmadı hamısını. Yəni 5 gilas, bu boş qabda da nə var? 5 gilas 2 alma, almanı da, gilaslarda hamısını birləşdiririk. Ortaq olanı da, olmayanı da birləşdiririk. Kəsişmə dedikdə isə, kəsişmədə sizcə ortaqlar götürülür, yoxsa fərqlilər, bir-birinə zidd olanlar? Artıq bir-birinə zidd olanlar müəllimə. Bilmirəm. Düşünün görək. Ortaqlar götürülür, yoxsa bir-birinə fərqli olanlar? Nəyi götürürük? Məsəl üçün, mən belə başa düşdüm də, tutalım ki, Əlinin 5 alması var, Zəhra ona 3 dənə armud hədiyyə verdi. Artıq burada fərqli, eyni olmadı da, fərqli əşyalar oldu və yaxud da, bilmirəm, yəni belə başa düşdüm. Xeyr, baxın, kəsişmə dedikdə ortaqlar götürülür. Birləşmə dediyində hamısını götürürük. Kəsişmə dedikdə ortaqlar götürülür. Elə deyil. Necə düşünürsünüz, müəllimlər? Yazın chat bölməsinə baxıram. Kəsişmədə sizcə ortaq götürülür ya fərqlilər? Yəni, misal üçün, bir qabımda 5 gilas vardı, birində 3 gilas, 2 alma. İndi mən götürsəm kəsişmə olaraq, buradakı 5 gilasla, buradakı 3 gilasını mı birləşdirəcəm, yoxsa bu qabdakı 5 gilasla, oradakı 2 almanı mı birləşdirəcəm? Aha, yazın. Bəli, əla. Ay, sağ olun. Düzdür. Ay, sağ olun. Birləşmə, baxın, birləşmədə hamısı götürülür. Baxmırıq. Nə, belə deyim, təsnifatına, nə formasına, nə rənginə, nə ölçüsünə, heç nəyə. Ümumi birləşdiririk. Kəsişmə dedikdə isə ortaqlar götürülür. Yaxşı, buna aid mən sizə bir rəsmdə yazmışam, onu göndərəcəm. Yazılı formada baxarsınız. Yaxşı, müəllimə, çox sağ olun. Belə yaxşı. Türkan müəllimə. Bəli, müəllimə. Salam. Salam, hər vaxtınız xeyirli olsun. Deməli, siz mənə deyin, baxın, üstdən sayma nədir, üstünə sayma nədir? Biz onları necə fərqləndirməliyik? Hazırdır. Səslərə, müəllimlər. Bir saniyə səsi bağlayıram, Türkan. Aha, səsin qaçsın, Türkan müəllimə. Üstdən, əslində, baxın, ola bilər ki, termin olaraq sizə belə qarışıq gəlir, amma düşünün. Bax, biri var, üstdən sayıram, biri də var, üstünə sayıram. Bunu mən izah edirəm.
üstünə gəlməkdir də, üstünə sayır. Məsələn, 2 Aha. dənədir, üstünə sayır. Ay sağ Məsələn, 2 olun. dənədir yenə. Üstdən də saymaq, üstdən saymaq, e, Olanı üstdən saymaq. saymaq necə müəllimə? Olanı saymaq da yəqin ki, düzdür? Ola- Yəni var olan. Məsəl Ha, üçün deyək ki, 10 dənə kitabım var, onu sayırıqsa 10 dənəni də 1 2 bəli, 3 bəli, 4 5, yəni ardıcıllıq bir növ, düzdür? Üstdən sayıram, bəli, bəli. ardıcıllıqdır. Yəni burada məsəl 1 3 4 5 6 7 8 9 nəysə unutdum hansı rəqəmlər. 1 2 3 4 5 6 7 8 9 10. Bax bu hansı oldu? Üstdən sayma yoxsa üstünə sayma? Bu üstdən sayma oldu. Ay sağ olun. Ardıcıllıq varsa, düzdür, bu olur üstdən sayma. Bəli, Üstünə sayma bir çoxalır, növ hə, üstünə getdikcə gəlmədir çoxalır. də, düzdür? Bəli, bəli. Üstünə sayma, üstünə ay sağ olun, toplama fəaliyyətidir orada artıq. Məsəl üçün 2 dənə kitabımız var, üstünə də 2 kitab əlavə etdik, 3 dənə dəftərimiz var idi, 3 dənə də əlavə etdik və s. belə. Hı -hı. Yaxşı, daha sonra siz mənə nə haqqda danışın? Baxın, biri var ədədlərin, daha doğrusu çoxluğun bir neçə vahid artırılması, bir də var ki, çoxluqların birləşməsi. Əslində bundan əvvəl Aytəkin müəlliməyə verdiyim sualla biraz bənzəyir. Baxın, çoxluğun bir neçə vahid artırılması, bir də var ki, çoxluqların birləşdirilməsi. İzah edin. Necə əldə edək? Ha, çoxluqların birləşdirilməsi hamısı, yəni hamısı Aha, ədədlərin birləşdirilməsidir. Ədədlər aha, birləşir, çoxluqlar düzdür. birləşir. Bir də necə dediniz müəllim? Bir Bir də də hansı ki, sual? çoxluğun bir neçə vahid. Yəni belə deyim, bax, çoxluqların birləşməsində deyə bilərikmi ki, biraz öncə dedik ya, birləşdirmə, kəsişmə, birləşmə var idi. Oradakı birləşməni götürə bilərikmi ki, müxtəlifləri Bəli, bəli, götürə birləşdiririk. bilərik. Eyni Orada ay sağ olun. siz gilas misalını çəksək, bax, məsələn, bu çoxluqlar birləşir, Ay sağ olun. birləşirlər. İndi əslində, Tamam. əslində bu kəsişmə ilə birləşmədir də. Çoxluğun bir neçə vahid artırılması görək kəsişmədir yoxsa birləşmə. Çoxluğun birləşməsi də görək birləşmədir yoxsa kəsişmə. Eynidir ha, məzmun olaraq eynidir. İndi siz mənə Eynidir. izah edin. Eyni. Aha, indi izah edin hansı kəsişmə olur, hansı Mən birləşmə. birləşmələr çox, yəni artmaqdır, birləşməkdir. Hı. Kəsişmələr də bayaq ortaq məxrəcə gəlmək bir növ kimi də Ortaq ortaq eyniləri məxrəcə. götürmək. Düzdür? Çoxluğun bir Eynilər, neçə vahid bəli. artırılması. Ay sağ olun. İndi baxın, çoxluğun Ortaq bir neçə vahid azaldılması və artırılması hansında çıxma əməli, hansında toplama əməlidir? azalmasında çıxma əməlidir, artmasında Aha. toplama əməlidir. Ay sağ olun. İndi baxın, mən sizə nümunə verim bir dənə. Siz baxın görün, burada çoxluğun birləşməsidir, yoxsa çoxluğun bir neçə vahid artırılmasıdır. Deyək ki, diaqnostikaya düşən sınağa düşmüş, səhv etmirəmsə belə bir nümunə, amma fərqli nümunə də yarada bilərik. Baxın, mənim nəyim var deyək. Mənim 2 kitabım var. Bu gün kitablardan nümunə verəcəm ancaq. Mən 2 kitabım var. 3 dənə də mənə hədiyyə etdilər. Baxın, bu çoxluğun birləşməsidir, yoxsa bir neçə vahid artırılması? Məndə 2 kitab var. Bir neçə vahid Üçünü də artırmasıdır müəllimə. Burada bir neçə vahid çünki artırılır. eynidir, düzdür? Artıq Bəli, bəli. kitabdır da, ikisi də ortaqdır. Ay sağ ol. Yaxşı, deyək ki, məndə nə var? 2 qələm var. Aynurda da 2 nə olsun? 2 dəftər var. Ümumilikdə bizim neçə dəftər qələmimiz var, belə deyək. Bu hansı olur? Bu kəsişmədir burada. Birləşmədir. Birləşir mənim elə bil ikisi, 2 aynurdadır, ikisi o birisində. Birində dəftərdir, birində qələmdirsə də, burada birləşir, yenə birləşmədir. Yəni İkisi bir yerdə birləşir. Yenə 2 dənə qələm, ortalıqda 2 qələm var, 2 dəftər var da, birləşdirirlər. Hər ikisində 2 qələm, 2 dəftər. İndi çoxluğun birləşməsi oldu, yoxsa çoxluğun bir neçə vahid artırılması? Xeyr, çoxluğun birləşməsi oldu. Ay sağ olun. Baxın, bunu primitiv asan dillə izah edirəm ki, terminləri görəndə düşünməyin ki, ay Allah, burada nə istəyir məndən? Burada baxın, elementar nümunələrlə sadə dildə izah edirəm ki, baxın, çoxluğun birləşməsi dedikdə fərqli elementləri, yəni daha doğrusu çoxluğun birləşməsi dedikdə ümumən hamısını götürürük, bütün obyektləri. Bu adi birləşmə kəsişmədə də, yəni birləşmə nədir? Birləşdirirəm hər bir şey, əlimizdə olan hər bir şeyi birləşdirməkdir. Kəsişmə dedikdə ortaqları götürürük. Ortaqlar da əslində çoxluğun bir neçə vahid artırılması da eynidir axı, eynini götürürəm. Məndə 2 qələm var, ikisini də verdilər, 5 dənə qələmim oldu. 5-i də eynidir, görürsüz? Amma bir də var ki, 3 qələmim var idi, 2 dənə də nə verdilər deyək ki? 2 dənə nə versinlər mənə? 2 dəftər versinlər. Bax, bu artıq birləşmədir. Ümumilikdə baxırıq, yəni fərqliləri götürürük. Ay sağ olun. Bəli. Nəyin metodunu izah edim? Yaxşı. Siz mənə deyin, sonlu olan ədədlərdir yoxsa rəqəmlər? Sonlu olan ədəddir. Sonlu.
Bu rəqəmlər də mənim sonluq olanlar. Əla. Əla. Sonlu olan rəqəmdir. Çünki 9-a qədərdir. Sonra birləşdirib fərqli 9-a rəqəmlər qədər, alındırın. bəli. Ay sağ ol. Bəli, Bəs 9-a qədər. ədədlər sonludur yoxsa sonsuz? O sonsuzdur müəllimə. Aha. Ədədləri təsvir et, daha doğrusu miqdarı təsvir edən ədəddir yoxsa rəqəmlər? Rəqəmdir. Miqdarı təsvir et rəqəmdir. Təsvir. Deməli simvollaşdırma varsa, simvollaşdıran nə oldu? Ədəd yoxsa rəqəm? Simvollaşdırma nədir? Rəqəmdir də. Yəni simvollaşdırmada ədəd olmaz. Rəqəm yoxsa ədəd? Nə dediniz? Rəqəm. Aysa rəqəmdir də. Məsələn 9 dənə ədədim var, onu simvol olaraq 9 rəqəmindən təsvir edirik də, düzdür? Bəli. Aysa bu. Deməli rəqəm simvoldur, ədəd isə nədir? Miqdarı müəyyən edən ədədlərdə miqdarı müəyyən baxın, edir. miqdarı müəyyən Bəli. edən ədəddir, təsvir edən rəqəmdir. Belə yadınızda saxlayın. Miqdarı müəyyən edən ədədlərdir, təsvir edən rəqəmlərdir. Amma hər ikisinin ortaq cəhəti nədir? Miqdar bildirir. Hər ikisi də miqdar bildirir. Miqdar, Yaxşı. bəli, bəli. Miqdar. Düzdür. Ədədin tərkib hissəsi dedikdə nəyi nəzərdə tuturuq? Ədədin tərkib hissəsi rəqəmlərdir də. Mənim orada rəqəmlər 1, 2, 3, 4, 5 belə. Yəni əslində Ədədlərin ədədi parçalama, hissələrə bölmə, hissələrə ayırma deyə bilərikmi? Bəli, deyə bilərik. Ay sağ olun. İndi siz mənə bir dənə nümunə deyin. Gəlin 8 ədədini parçalayaq. Yəni tərkib hissəsini müəyyən edək. Nümunə ilə verin. Məsəl üçün, burada deyirik 8, parçalamaq məsələn 4 parçalasaq, mən burada Nə olur? 4 8 ədədini parçalayırıqsa da bir tərəfdə 5-dir, bir tərəfdə 3-dür, belə 4-dür. 7 üstə gəl 1-dir, 6 üstə gəl 2-dir, 5 üstə gəl 3-dür. Ay sağ olun. Bunu ədəd evi kimi də verir. Bax, ev formasında şəkil göndərəcəm sizə. Testlərdə də tərtib edib göndərmişdim. Baxın, testlərdə Telegram kanalında var. Məntiqi riyazi ilə əlaqəli bir də göndərərəm. Bu gün artıq tam dəqiq işləyirsiniz. Baxın, ədəd evidir, yəni ev formasındadır. Yuxarıda misal üçün deyək ki, tavanında da, yəni bu şifr olan yerdə sadə dildə, orada 8 ədəd təsvir olunubdur rəqəmdə. İndi sonra belə damalarda da misal üçün 7, 1 verir qarşı-qarşıya, 6, 2, ay sağ bax bu ədədin hissələrə ayrılması, yəni ədədin tərkib hissəsidir. Yaxşı. Tam qonşu ədədlər nədir? Bir-birinə tərs mütənasib qonşu ədədlər dedikdə nəyə nəzərdə tuturuq? Tam qonşu deyəndə məsəl üçün 8-in qonşusu 9-dur. Məsələn 5-in qonşusu 6-dır. Qonşu deyəndə bunlar nəzərdə tutulur. Tam qonşu. Bu tam qonşudur yoxsa mütənasib? Tərs mütənasib? Bu tamdır. Bu tamdır müəllimə. Ay sağ olun, tam düzdür. Amma desək ki, misal üçün 3, 4, 5, indi bu ardıcıllıqda bir-birinə tərs mütənasib hansı rəqəmlər olacaq? 3 orada 3, 4, 5 dedim. Ay sağ ol, əla. 3, 5. Sonra məsələn 5, 6, 7 dediniz. Burada 5 ilə 7. Düzdür. Hesabi metodla monoqrafik metodu necə ayırtmaq olar? Müəllimə, bunu soruşurdunuz metod olaraq. Hansı müəllimə idi metodları deyirdi, izah edin. Sabit metod. Hesabi metodla monoqrafik metodun fərqi nədir? Hesabi metod, mən bilmədim onu mən. Aha, hesabi metodu bilmədiniz. Yaxşı, çox sağ olun. Dinləyək Aysun müəllimədən bunu. O cavablasın. İstəyirəm ki, özünüz cavablayın. Bilmədiyinizdə tam heç kəs bilməyəndə mən özüm cavablayacağam. Aysun müəllimə. Salam müəllimə. Salam. Buyurun. Hesabi metod nədir? Monoqrafik metod nədir? Yəni bizim bundan əvvəl sual verdim ha. Üstdən sayma, bir də üstünə sayma. Əslində bunlarla uyğunlaşdıra bilərsiniz. Yəni bunlarla uyğundur. Misal üçün üstdən sayma monoqrafikəmi, hesabama aiddir. Üstünə sayma yenə hesabiyyəmi, monoqrafikəmi aiddir. Elə. Bildiniz də üstünə sayma, üstdən sayma necə aid etdik? Deməli, üstdən sayma oldu, yəni ard-arda da ardıcıl alqoritm kimi. Ay sağ olun, yəni əla. 1, 2, 3, 4, 5, 6. Əla. Üstünə saymada, yəni artı 2 üstəgələk 1, 2 üstəgələk 3 misal üçün. İndi burada monoqrafik olar üstdən sayma, hesabi olar üstünə sayma. Əla. Əla. Hesablayıram da. Hesablama hansıdır idi? Toplama, çıxma. Düzdür, üstünə sayma da. Daha doğrusu çıxma deyildi. Təbii ki, hesabi. Düzdür. Monoqrafikdə nə idi? Ardıcıllıq. Düzdür? Məsələn, ədədin tərkib hissəsini müəyyən ediriksə, bu monoqrafikdir yoxsa hesabi? Hesabi.
Nömrələmə seriyasiya hesabi olmaz. Niyə hesabi? Ədədin Ədədin tərkibi tərkib hissəsi isə monoqrafik, monoqrafik sağ olun. Yaxşı, bəs indi mənə deyin, nömrələmə seriyasiya bu hesabidir yoxsa monoqrafikdir? nömrələmə monoqrafik. Ay sağ olun, monoqrafik saymadı, ardıcıllıqdır, düzdür. Yaxşı, hissə bütöv anlayışını uşaqlara necə öyrətmək olar? Hissə və bütöv anlayışını uşaqlara necə öyrətməliyik? Nümunələrdən izah edin, asan sualdır. Hissə bütöv anlayışını məsələn dairə Hı hı. üzərindən öyrədə bilərəm. Misal üçün Hı hı. dairə bütöv bir anlayışdır, amma yarım dairə onun bir hissəsini ifadə edir. Belə edə bilərəm, yəni ikidə bir hissəsini. Olar, Olar elə. əlbəttə olar. Və yaxud almanı götürürəm, bir bütün almamız var. Ortadan bölürəm, deyirəm ki, baxın, 2 dənə para almamız, yarı almamız oldu. Düzdür? Onu birləşdirəndə bütün olur. Düzdür? Bəli. Yaxud izah etmək lazımdır ki, biz neçə hissəyə də bölsək, məsəl üçün mənim 10 dənə hissəm ola bilər. Düzdür? Amma o heç vaxt bütövdən böyük deyil. Yəni bütöv daha böyükdür. Düzdürmü? Onlar birləşib bütöv əmələ gətirir də. Yəni onlar Ay heç sağ biri ol, bütövdən ay deyil sağ ol. ola bilir. Əla. Bəli. Yəni hissə bütövu uşaqlara əyani nümunələrlə praktikada öyrətmək çox asandır, əslində çətin deyil. Yəni öyrədirik ki, nə isə hissəyə bölürük. Məsəl üçün tort dilimindən, pizza dilimindən elementar primitiv hər kəsin verdiyi nümunələrlə baxın, öyrədirsiniz və yaxud qarpız sezonu gəlir baxın, ən sevdiyim. Bax onu da misal üçün parçalayırsınız, dilimlərə bölürsünüz, dilimləyirsiniz. Deyirsiniz, baxın bu hissədir, yəni bir dilimidir, hissədir. Düzdür? Balacadırmı? Əlbəttə balacadır. Amma misal üçün bax görürsünüz mən neçə dənə dilim yarada bilərəm, oradan kəsib çıxarda bilərəm. Amma bütöv də deyəndə tam Orada qarpız. İndi baxın, yan-yana da qoya bilərəm. Misal bir dilimi qoyuram, bir də bütöv qarpızı. Deyirəm uşaqlar, hansı daha böyükdür? Yəni əyanilik, vizuallıq, bəli, praktika çox vacibdir. O zaman daha yaxşı mənimsəyəcək. Sonra alt çoxluqların ayrılması dedikdə nəyi nəzərdə tuturuq? alt çoxluqların Ha? Alt ə, çoxluqların. misal üçün Çıxmadı üstə gəlmə. alt çoxluq üstə gəlmə. Bilmirəm. Bir dəqiqə. Ayrılma Alt çoxluq deyirik axı, ayrılma deyirik. Alt çoxluqlara çıxma, ayrılma. Aha. çıxma. Yəni alt çoxluq deyəndə bir dəqiqə Biri unutmuşam. var ümumi çoxluq. Biri var alt çoxluq, bir də var element. Bax bunu sizə necə izah edeyim? Gəlin bir növ təsnifatla əlaqələndirək. Təsnifatla necə deyək? Baxın, gəlin səriştələrdən nümunə verim, amma daha primitiv, daha asan nümunə də verərəm. Biri var, deyirəm ki, təfəkkürlə bağlı səriştə. Baxın, təfəkkür dedikdə daha geniş, daha belə deyim, ümumidə, düzdür? Onun da özündə 5 növ var. İndi qarşısına məsəl üçün yazdım təfəkkürlə bağlı səriştə, qarşısına yazıram ki, deyək ki, tənqidi təfəkkür, bir də müstəqil öyrənmə. İndi onu daha da xüsusi etmək üçün nə etməliyəm? Onların əlamətini yaza bilərəm qarşısına və yaxud ən elementarı heyvan. Heyvanlar dedikdə bu ümumidə, düzdür? Yəni daha ümumi cəm bir haldır. Sonra heyvanlardan hansını yaza bilərik? Nə deyək? Ev heyvanı yırtıcı heyvan. Yəni uşaqlar öyrədir də və yaxud ağartı verən heyvan necə istəyirsiniz də özünüz üçün əlaqələndirin, yəni bir-birinə fərqli. Nümunə verdim, məsəl yırtıcı, bir də ev heyvanı. Qarşısından da element olaraq daha konkretini yazıram. Məsəl ev heyvanı dedikdə hansı heyvan nəzərdə tuturuq, onu yazıram element olaraq. Yırtıcı heyvan dedikdə yenə ondan bir dənə nümunə götürürəm. Baxın, yırtıcı dedikdə bura bir çox yırtıcı heyvanlar daxildir. Bir dənə tək götürmür ya. Element deyəndə tək götürülür. Onlardan bir dənəsi. Baxın, element dedikdə bir dənəsini götürürük. Alt çoxluq dedikdə bir növ biraz belə cəm formasını götürürük. Amma lap ümumi cəm forması olur çoxluğun özündə, ümumi çoxluqda. Düzdür? Çoxluq nə oldu? Heyvan. Alt çoxluq nə oldu? Yenə qeyd edirəm. Yırtıcı ilə ev heyvanı. Element dedikdə nəyi götürürəm? Pişiklə, gəlin götürək, canavarı. Düzdür? Hə, hərəsindən bir dənə. Bəli, bəli, bu Misal qədər. üçün müəllimə deyir, ev heyvanlarını məsələn toyuq, cücə, nə bilim hamısı bir yerdə, vəhşi heyvanlardan canavar, ayı. Sonra Ay da sağ olun. element deyəndə də bir canavar, tutaq ki, bir dənə toyuq. Elə Düzdür? deyil, elə deyil, elə deyil. Baxın, siz alt çoxluğa böləndə onları onsuz da tək-tək sadaladınız. Sadalamamalısınız. Bəli. Ev heyvanı cəmdir biraz. Bu bilirsiniz bir növ. Gəlin sizə belə əlaqələndirim. Standart kimi. Biri var məzmun xətti. Əsas standart, alt standart. Düzdür? Alt standart elementdir, əsas standart nə olacaq? Demək, alt çoxluq, məzmun xətti də olur çoxluq. Belə primitiv, çox Çoxluq. asan.
Aysel, indi görürsüz, misal üçün məzmun xətti daha ümumi, düzdür, inkişaf idraki deyil, idraki inkişaf sahəsidir. Alt çoxluq dedikdə mən əsas standartları götürürəm, düzdürmü? Deməli, daha alt standart, əsas standart dedim də, ikinci deyiləmi? İkinci, yəni əsas standart olur alt çoxluq, element də dedikdə alt standartı götürürəm. Halbuki düzdür, bu da tam olaraq onu təsvir etmir. Ən elementarını sizə dedim. Baxın, nə deyək başqa? Güllər deyirəm. Gül müxtəlifdir. Bax, bitki deyirəm. Bitkilər müxtəlifdir. Baxın, sonra da qarşısından alt çoxluğa bölmək üçün bitkilərin necə nümunəsini verə bilərəm? Biraz zəm halında olsun. Nə ola bilər? Zəhərli bitkilər, bir də xeyirli Bir də bitkilər. xeyirli Gəlin belə deyək. bitkilər. Ay, Xeyirli sağ olun. bitkilər. Düzdür. İndi qarşısının elementini verməliyəm. Yəni bir dənə nümunə zərərlidən, bir dənəsini xeyirli bitkidən qarşısına yaza bilərəm. Aysa yeyilən yeyilməyən də olar, düzdür. Qarşısından hərəsinə o element dedikdə artıq ondan bir dənə nümunə verirəm təhlərdən. İndi istəyirsiniz çox nümunə verin, o öz işinizdir. Amma yəni görürsüz daha da konkretləşdiririk. Çoxluq dedikdə bu ümumidir. Baxın deyirəm bitkilər. Hansı istəyirsiniz bitki ola bilər? Nə istəyirsiniz? Dünyada bütün bitkilər bitkinin tərkibindədir. Sonra alt çoxluğa böləndə onu biraz daha xüsusiləşdirdim. Görürsüz? Elementə böldü konkret xüsusiləşir. Yəni tam dəqiq bilirəm ki, misal biri var deyirəm ki, mən hardayam deyək, Gəncədəyəm. O Gəncə deyəndə ümumi harda istəsəz də ola bilərəm də. Gəncədə harda istəsəz. Sonra alt çoxluğa böləndə belə bir küçə deyirəm ki, buradayam. Yenə də mənim evimi gəlib tapa bilməzsiniz də. Düzdürmü? Sonra da konkret evimi deyirəm ki, buradayam. O da Deməli, orada da əsasını element təşkil edir də. Məsələn, biz necə deyək, məqsəd alt standartdan çıxır. Onda bunun da əsasını element təşkil edir. Düzdür? Alt standart, yəni əsasını element təşkil edir. Olar, bəli. Yəni bilin ki, məsələn, ən təki, ən xüsusisi, ən spesifiki nə oldu? Element. Ondan biraz daha cəmd forması olur alt çoxluq. Lap ümumi təsviri də olur. Ümumi çoxluq və çoxluqlar. Belə əlaqələndirin. Yaxşı, daha sonra nə deyək sizə? Çoxluğun nizamlanmasında deyin, keçirəm digər müəlliməyə. Nizamlanması. Aha, nizamlanma nədir? Nizamlanma nə olar? Asandır. Bayaqdan keçirik ya, terminlər deyirəm. Hamısı bir-birinə qədər. Qaydaya salmaq, tənzimləmək. Aha. Biraz daha xüsusi mənə misalını deyin. Tam mənimsəyə görək nədir bu nizamlanma? Misal üçün, çoxluqların nizamlanması. Mənim əslində sözünü düzgün desəm, mən bu dərs haqqında heç bir anlayışım yoxdur. Məntiqi riyazi təfəkkürü keçməm. Belə yəni bir dəfə də oxumamışam da, anlayışım yoxdur. Amma qəşəng cavab verirsiniz. Öyrənirsiniz də, görürsüz, cavablayırsınız çox da yaxşı. Yəni sıfır baza məntiq riyazi ilə əlaqəli sıfır baza görə çox gözəldir. Narahat olmayın. Yaxşı nizamlamanı bilmirsinizsə keçirəm. Ona görə də beynimi fəaliyyətə salırsınız ona görə. Görürsüz, əqli fəallıq çox gözəldir. Çox sağ olun müəllimə. Keçirəm digər müəlliməyə, diqqətlə dinləyin, açıqlamasını verəcəm. Aytən müəllimə, siz cavab verə biləcəksiniz. Siz sağ olun. Mən belə başa düşdüm ki, müəllimə məsələn nizamlamaq dedikdə məsələn iki dənə çoxluğu birləşdirmək. Burada kiçik rəqəmlər də var, məsələn bəzisində, birində böyük var, birində kiçik. Nizamlamaq dedikdə yəni onu daha məntiqli, daha artan sıra ilə, qarışıq yox, düzgün yazmaq da. Ay sağ olun. Ay sağ olun. Əla. Bax, misal üçün gəlin sizə yenə primitiv bir nümunə verim. Nə nümunə verim sizə? Nümunələrim o qədər çoxdur ki, beynim çox qarışıqdır. Baxın, gəlin belə edək. Mənim əlimdə bir dənə balaca iris konfeti var. Bir əlimdə biraz daha böyük konfetdir. Nə olsun? Şokolad konfeti biraz daha böyükdür. O biri əlimdə də plitka konfeti olsun. Baxın, plitka konfeti var. Da o ən böyüdür. İndi mən sizə deyirəm ki, bunu nizamlayın. Necə nizamlayasınız? Ən kiçikdən başlayaraq böyüyə doğru nizamlamaq lazımdır. Ən axırda plitka. Düzdür. Deməli, bu monoqrafik metoda da aid ola bilərmi? Ardıcıllıq bəli, ola bilər. Yaxşı. İndi üstdən saymaya uyğundur, yoxsa üstünə saymaya uyğundur? Üstə saymaq, yəni ardıcıl. Hesablama buna uyğun deyil. Yəni orada hesablama olmaya bilər. Yəni bu terminləri tam olaraq mənimsədiniz də, çətinliyiniz yoxdur ki? Mən əksinə mənim kimi bunu doğru səviyyədə başa düşürdüm. İndi mənim əvvəlki müəllimlərlə sual cavabda bunun əsl terminini indi. Aha, lap yaxşı. Amma səsiniz qırıq-qırıq gəldi müəllimə. Çox sağ olun müəllimlər, çox sağ olun xoş sözlərinizə görə. Hava şəraitinə dolayı. Yağış yağır, göy gürüldü, elə tələsik cavab verirəm ki. Gəlin bir dənə də asan sual verim sizə.
Keçim sonra digər Bəli, müəllimə. Səsiniz qırıq-qırıq gəlir, sonra videoda anlamayacaqsınız. Baxın, bəli. fərq anlayışı dedikdə nəyi nəzərdə tuturuq? Bunu məntiqi riyazi təfəkkür məşğələsində necə istifadə edə bilərik və yaxud nümunədə necə tapmalıyıq ki, burada bizdən fərq anlayışını soruşur. Fərq müəllimə müqayisə deməkdir. Böyük, kiçik və yaxud da Əla, bərabərlik tapmaq demək. əla. İndi baxın, nümunə verir də bizə. Misal, deyə bilər ki, nəyimiz var? Ətrafa baxım görüm nəyimiz var. Güllə verim. Masamızın üzərində gül var. Bax, deyək ki, mən bir vazımda 5 dənə qızıl gül var. Sonra Bəli, onun ikisi soldu və bəli. yaxud üzərinə Azaldı. ikisini də əlavə etdim. Bu fərq Az, anlayışıdır, yoxsa çoxluğun bir neçə vahid azalma və artıb yaxud azalması. çoxalması? Bu artıb azalmasıdır. Yəni bir dənə Əla. rəqəm üzərində deyirik. Hı Amma -hı. iki dənə Ay, rəqəm sağ ol. üzərində desəydik, orada fərq idi, İndi müqayisə gəlin bir idi. dənə də nümunə verim. Bax, mənim 5 dənə qızıl gülüm var. Mənə hədiyyə eliblər 5 dənə qızıl gülüm var. Sizdə də deyim ki, Aytən müəllimədə də 3 qızıl gül var. Bəli, Baxın, mənim 5 bəli. qızıl gülüm var. Bu Sizin də 3 müqayisədir. qızıl gülünüz var. Əla. Fərq. İndi bu fərq anlayışına aiddirmi? Bəli, fərqdir. Çünki iki dənə ayrı-ayrı ədədlər fərq müqayisə olunur. İndi Böyük, sonunu kiçik. necə verməliyəm ki, bu cümlə tam olaraq dolğun olsun? Bax, deyirəm mən 5 qızıl gülüm, 5 sizin də böyük. 3 qızıl gülünüz. 5 3-dən böyükdür. Aha, deyirəm ki, Aytən müəllimənin neçə qızıl gülü var? Neçə qızıl gülü var? Və yaxud neçə dənə azdır? Mənim güllərimdən neçə dənə azdır? Və yaxud da Aytən burada baxırıq ki, müqayisə edirik də 2 dənə sizin gülünüz Ay- mənim gülümdən azdır və yaxud çoxdur. az. Belə. Ay- Ay son Aytən müqayisə. müəllimənin gül azdır. Ay son. Deməli, müqayisə harda varsa, fərq var. Yəni fərqi deyil tap da. Yəni fərqli ədəd üzərində olsun. Bir ədəd üzərində olsa o artma çıxmadır. Amma fərqli Ay ədəd son. olsun. Ən Ay azı son 2 fərqli. dənə ədəd olmalıdır. Ya insan, baxın, ya subyektlər fərqli olmalıdır. Misal üçün, bax gördünüz, burada Ya da gül ikimizdə əşya. də, Aytən müəllimədə də güldür, məndə də, amma biz fərqliyik, düzdür? Mən Bəli, Sofiya bəli, müəlliməyəm, Aytən müəllimə də Aytən bəli, müəllimədir. Görürsüz, biz fərqliyik. Ona görə bizi müqayisə bəli, edəcək. Biri də var ki, misal üçün, fərqli əşya ilə də verə bilər, də, obyektlər üzərindən bəli. də verə bilər. Bu da belə. Yaxşı, çox sağ olun. Çox sağ olun. Siz sağ olun müəllim. Yaxşı. Sürəya müəllimə. Bəli, müəllim, Sürəya. axşamınız xeyir. Hər vaxtınız xeyir. İndi sizə gəlin belə sual verim. Bu da əslində maraqlıdır. Analizlə sintezi necə fərqləndirməliyik? Analiz nədir? Sintez nədir? Bu da riyaziyyatla da əlaqəlidir. Analiz Gəlin görək. deyəndə, məsələn, müxtəlif şeylərin içindən nəyisə seçib götürmək, analiz edirik ki, nəyisə Aha. biri filan kəs kimisə analiz edir. Yəni bütün elementlərin içindən nəyisə seçir götürür. Analiz edir. Ay Amma sağ olun. sintez də müəyyən əlamətlərə görə onu birləşdirir. Məsələn, həm İndi yəni almanı götürür, həm şirin almanı götürür. Bax, əgər mən deyirəm ki, deyirəm uşaqlar, yaz fəslinə aid geyimləri qruplaşdırın. Bu sintezdə analizdir. Yəni qruplaşdırın deyəndə sintezdir, qruplaşdırırıq. Yaxşı, bəs deyirəm ki, uşaqlar, nə edək? Nə etsinlər uşaqlar? Baxın, verilən əşyaları rənginə görə ayırın. Bu sintezdə analiz. Ayırmaq. Rənginə görə ayırırıqsa artıq analizdir də, analiz eləyib ayırırıq. Ay, sağ olun. Sonra deyirəm ki, uşaqlar quraşdırma fəaliyyətində nəsə düzəldiblər, dedi körpü. Deyirəm indi gəlin bunları parçalayaq, görək ki, hansı formalardan düzəltmisiniz bu nə olsun? Nə dedim biraz öncə? Qarajda və ya binada nə Analiz düzəldirlərsə. eləyirik də müəllimə. Yenə o Ay, içində sağ ol. olanları analiz eləyirik. Bəli. Ay, sağ ol. Sonra mənim əlimdə həndəsi fiqur deyəcəm yenə, amma həndəsi deyil. Tikinti materialları yenə quraşdırmada istifadə etdiyimiz bloklar, formalar var da bu tikinti. İndi mən onlara deyirəm ki, uşaqlar, baxın əlimizdə olan formalar bunlardır. İndi gəlin bundan körpü düzəldək. Burada məqsədim analiz yoxsa sintez Sintez reallaşdırmaq. eləyirik də, onları yenidən birləşdiririk. Ay, sağ Sintez ol. eləyirik. Deməli, təhlil etmək, bölmək, tənqidi təfəkkür, ayırmaq, parçalamaq, tərkibini müəyyənləşdirmək. Bu sintezdir yoxsa analiz? Mən analiz eləyirik də, əgər parçalayırıqsa analiz eləyirik onu. Amma Ay, sağ ol. əlamətləri vahid bir şəkildə birləşdiririksə o sintezdir. Toplama olarsa analizdə sintez. Bəli, birləşmədir. Birləşmə Ay, sağ ol. sintezdir. Düzdür. Qruplaşdırma, ümumiləşdirmə, analizdə sintez. Qruplaşdırma, ümumiləşdirmə yenə bu da ola bilər, sintez ola bilər. Düzdür. Amma Sonra hansısa bəli, müəyyən yapmaq, əlamətə misal görə qruplaşdırırıqsa Hı-hı. biz onu analiz edirik.
Yəni əslində onu da ayırırıq axı, düzdürmü? Misal üçün mən sizə fərqli geyimlər vermişəm təsnifatına görə. İndi siz onları bölməlisiniz. Yaya yayı, yaza yazı, Onda deməli. analiz eləyirik, bəli. Amma sonda yenə sintezə də keçir. Baxın, Sonda, birinci bəli. ayırıram. Sonra da sintezlə edirəm. Bəli. Düzdür? Baxın, Analiz birinci edirəm, ayırdım. sonda birləşdirirəm. Sintez. Ay, sağ olun. Bunu indi izah edin müəllimlər anlasın. Baxın müəllimlər, mən indi geyim vermişəm sizə çoxlu, fərqli, yəni yay, yaz, payız ayır geyimlər və qışa da. Sonra da indi siz onu Ümumi ayırmalısınız. bütün Yazı, geyimlər. yazı yazın, yayı yayın, qışı da qışın altına. İndi birinci siz o verilən ümumi topludan seçməlisiniz. Seçirəm. Baxın, seçirəm yay paltarını, seçirəm qış paltarını, seçirəm yaz paltarını. Seçdim. Seçmək varsa başda nə oldu? Analiz. Sonra Analiz oldu. indi onları yığacam bir yerə də, qruplaşdıram, aparıram. Bunu yayın altına, bunu yazın, bu da qışın. Sonda da nə edirik? Sintez edirik. Yəni bir-birindən sıx Amma əlaqəlidir. Allah uzaq eləsin. Lap xəstə olanda gedirik həkimə ilə. Həkim bizdən Aha. analiz istəyir. Gedirik, analizi verib müəyyən bir şey çıxır ki, filan xəstəlikdir. Sonra da o filan xəstəlik nə ilənsə əlaqəli olur. Burada artıq sintez gedir də ki, ona uyğun bizə müalicə yazılmalıdır. O yöntəmdə. Müəllimlər, çox sağ olun. Çox xoş sözlər yazırsınız. Baxıram chat bölməsinə var olasınız. Yəni hər bir şey sizlər üçündür. Yaxşı, indi bir dənə sual verim sizə. Baxın, səmtləşmə anlayışı var da, düzdür? Bəli. Səmtləşmə. Üç cür Səmtləşmə dedikdə nəyi nəzərdə tuturuq? Özünə səmtləşmə, bir də obyektlərin səmtləşməsi. Aysən, baxın, biri var, səmtləşmə anlayışı ümumiyyətlə irəli, geri, sağa, sola, yuxarı, aşağı, geriyə, Bəli. səmtləşmədir, düzdürmü? İndi bir də var səmtləşmə özünə, özündən, obyektdən, bir də obyektlər arası səmtləşmə, müstəvidə səmtləşmə, düzdür? İndi baxın, mən deyirəm ki, gəlin sizə nümunə verim, tapın bunu. Deyirəm ki, mən bağçanın yanındayım. Özünə Aha. səmtləşdirmə. Aha, yaxşı, mən qrupdayım. Özünə səmtləşdirmək də mənlə. Aha, düzdür. Sonra yaxşı başqa nümunələr verim görək nəyi tapırıq. Daha sonra nə olsun? Mən Aynurun yanındayım. Bəli. Nə olacaq? Mən Aynurun yanındayım. Bax, deyirəm ki, mən Aynurun yanındayım. Yenə özünə səmtləşdirmək də mənlə. Aha. Ayson, deməli, özünə səmtləşmədə mənlə başlayır, düzdür? Burada açar söz məndir. Ayson, başda ilk cümlənin əvvəlində mən söz olmalıdır. Çünki öz yerimi göstərirəm axı, özümə nədir, amma öz yerimi yerini yerləşdirir də mənlə. Bunu indi nümunə elementar izah edin. Bax, deyək ki, mən çıxmışam şəhərə və siz məni, Süreyya müəllimə, siz də məni tapmaq istəyirsiniz də, görüşəsinik. Məndən soruşursunuz ki, müəllimə, siz hardasınız? Mən də deyirəm ki, mən burada. Ayson, konkret olaraq deyirəm ki, mən buradayam. Siz də gəlibsiniz, məni tapırsınız. Düzdürmü? Yəni burada məqsəd öz yerimi bildirməkdir. Düzdür? Ona görə özünə səmtləşmək. Tutaq ki, mən mağazanın yanındayım, marketin yanındayım. Mən onda sizi tapıram. Amma desəz ki, market məndən. Süreyya müəllimə, indi siz dedik, yəni ümumiyyətlə biz izah etdik ki, özünə səmtləşmə, yəni öz yerini, öz mövqeyini bildirməkdir. Yaxşı, bəs obyektlər arası səmtləşmə dedikdə nədir? Burada nəyi tapmaqdır, nəyi müəyyən etmək? Divanla stolun arasında 2 dənə obyekt götürürük. Bəli. Burada əsasən obyektlərin öz aralarında səmtləşdirmədə müəllimə 2 dənə obyekt olmalıdır, müxtəlif obyektlər. Düzdür. Ay, sağ olun. Amma özünə səmtləşdirmədə. Aha. Məsələn, deyirəm ki, mən divanın sağındayım və yaxud da mən stolun küncündəyəm. Bəli. Ay, sağ olun. Yaxşı. Daha sonra siz mənə nə qeyd edin? Baxın, biz 3 dairəsində hesablamanı hansı yaş qrupunda öyrədirik? 3 dairəsində saymağı müəllimə orta qrupda 3-4 yaşında. Ay, sağ olun. İndi baxın, mən öyrədərkən eyni cins elementlər üzərindən öyrətməliyəm, yoxsa fərqli cins? Bəli, mütləq aşağı yaş qrupunda eyni cins götürürük. Çünki əgər mən 3 say verirəmsə, birini 3 bucaq, birini alma, birini konfet versəm, uşaqların başında elə bir ki, qaranlıq olar da. Amma mən 3-ünü də 3 bucaq və yaxud da 3-ünü də alma, 3-ünü də konfet versəm, uşaqlar sərbəst onu saya bilərlər. Amma qarışıq verəndə uşaqların fikirləri qaranlıq olur. Onlar bilmir ki, məsələn, deyəcək bir dənə alma var, bir dənə konfet var, bir dənə də 3 bucaq. Mən neçə sayım görəsən də öz-özünə fikirləşəcək. Buna görə də eyni cins götürürük, bəli.
Bəs müxtəlif cins hansı yaş qrupundan artıq başlayır Müxtəlif istifadəyə? cins artıq böyük qrupdan sonra məktəbə hazırlıqda Düzdür. daha genişdən. Böyük Bəli, qrupda da. Düzdür, məktəbədə bəli, daha genişdir, amma böyük qrupdan artıq tətbiq olunur. Yaxşı. İndi siz mənə deyin, bəli. baxın mən uşaqlara, deyək ki, quşlar, almalar, hər hansı bir obyektlər üzərindən saymağa, əşyalar üzərindən saymağı öyrədim də. Çi neçədir və s. İndi bunu inteqrasiya edirəm hansı inkişaf sahəsinin hansı standartından? Müəllimə, bunu əgər quşlarla eləyirəmsə 2-1 ilə, idrakin 2-1 ilə inteqrasiya eləyə bilərəm. Sağ olun. Bəli. Elə əsasən Əgər daha çox rənglərlə versəm, əgər rənglərlə versəm 3-1 ilə inteqrasiya eləyə bilərəm. Sağ olun. Düzdür. Bəli. Bəs hərəkətlərlə əl çalır. Hərəkətlərlə versəm fiziki ilə 1-1 ilə verə bilərəm. Düzdür. Yaxşı, indi baxın, biz uşaqlara məntiqi riyazi təfəkkürü keçdiyimiz andan etibarən istər ətraf aləm, istər fiziki mədəniyyət və s. orta qrupdan keçirik. Uşaqlarda hansı təfəkkür formalaşır? Hansı təfəkkür növü özünü göstərir bu yaş? İdraki təfəkkürdə müəllimə. Elə deyil, idraki əlbirində var, deyil. Yəni əməli, obrazlı, yoxsa məntiqi? Müəllimə, bax kiçik yaşlarda əyani əməlidir. Artıq 3-4 yaşında əyani obrazlı, artıq 5-6 yaşında məntiqi. Məntiqi 5-7 yaşlarında məntiqi sözlü. Düzdür. Orta qrupda əyani obrazlı olur, müəllimə. Düzdür. Orta qrupda əyani obrazlıdır, böyük qrupda da əyani obrazlıdır, məntiqi sözlü hansında keçir? Məktəb hazırlıq. İndi siz mən deyin, baxın, uyğunlaşdırsaq. Yaradıcı təfəkkür hansı yaş qrupunda daha çox inkişaf olunur? Tənqidi təfəkkür. Tənqidi təfəkkür 5-6 yaşda olar. Yaradıcı da obrazlıya uyğun desək, yəni həmin 3-4 yaş aralığında olar da müəllimə. Düzdür. Deməli, əyani obrazlı ilə yaradıcı təfəkkür. Praktikdə də müəllimə, uşaqlar əyani əməli devrində, yəni praktik hiss eləyirlər, toxunurlar, kəşf eləyirlər. Həmin devirdə. Sensor inkişafda hiss üzvləri ilə qavrama, mənimsəmə, dərk etmə. Bu 1-3-dür. Ay sağ olun. Amma obrazlıda 3, yəni 5 yaş orta böyük. Daha qəşəngini, daha gözəlini, daha yaraşıqlısını, ən yaxşısını uşaq seçə bilir də, incəsənət üzrə. Həmçinin təsəvvürlərə də malikdir. Burada artıq uşağın müəyyən qədər təsəvvürləri var. Təsəvvürləri genişlənir, bəli. Ona görə də indi baxın sizə nüansı qeyd edirəm. Əyani obrazlı ilə yaradıcı təfəkkür sıx əlaqəli olacaq, yəni elə tapacağıq. Məntiqi təfəkkürlə də tənqidi təfəkkür sıx əlaqəli. Çünki ikisi də 5-6 yaşda özünü göstərir. Tənqidi təfəkkürdə, məntiqi təfəkkürdə. Yaxşı. Fəza fiqurları dedikdə nəyə nəzərdə tutulur? Bunda cavabını keçirəcəm. Fəza fiqurları deyəndə burada prizma, kub, yəni ki, içi dolu fiqurlar nəzərdə tutulur da. Hardasa, məsələn, fəzada özünə məxsus yer tutur, səth tutur, ona görə. Yəni, ümumi həndəsi fiqurları götürə bilərik? Ümumi xeyr, çünki fəza fiqurları məncə yox. Nəyə Fəza fiqurları çünki artıq məktəbə hazırlıqda fəza fiqurları, bir də 4-5 yaşında biz fəza fiqurları keçirik. Amma orta qrupda ümumiyyətlə fiqurlar keçirik. Məsələn, üçbucaq, dairə, bir də kvadrat keçirik. Yaxşı, say fəaliyyətini uşaqlara necə mənimsətmək olar? Yəni, say fəaliyyəti hansı yollarla mənimsədilir və sayı öyrədərkən biz uşaqlara, misal üçün, bunu izah edirikmi ki, uşaqlar, baxın, ədədin, yəni miqdarı, ədədin miqdarı nə rənginə, nə formasına, nə ölçüsünə, nə misal üçün təsnifatına görə sıra sayında müəllim. Bəli, sıra sayında dəyişir. Məsələn, mən desəm ki, 3-cü hardadır? Məsələn, desəm ki, soldan sağa, sağdan sola, belə sayanda yerini deməliyəm ki, hardan saymaq lazım. Amma miqdar sayında bunun fərqi yoxdur. Çünki hansı tərəfdən də saysam, 3-cü 3 düşür, 5-ci 5 düşür, ona görə. Amma sıra sayında fərqi var. Həm də uşaqlara, məsələn, sayı göstərəndə deməliyik ki, məsələn, barmağı qoyduqca sayın adını de. Hər əşyaya uyğun say demək lazımdır. Uşaq, məsələn, belə sayanda, məsələn, demir ki, bir alma, 1 alma, 2 alma, 3. Sayır ki, 1, 2, 3, 4 alma. Yəni, əşyanı axı sonda deyir. İndi bir dənə də sual verim, say fəaliyyətində cavablayarsınız, görək necə uşaqlarda formalaşdırır. Baxın, bir dənə də sual verim, əgər uşaq sayır, misal üçün, bax, siz dediniz, almadır da, 5 dənə alması var, sayır, birinci, 1, 2, 3, 4, 5. Sağdan, daha doğrusu soldan sağa sayanda görür 5 dənə almadı. Amma sağdan sola sayanda, yəni tərsinə də, əksinə sayanda baxır ki, say miqdar düz gəlmir. Deməli, burada nə formalaşmayıb uşaqda?
Nəyi Sıra mənimsəməyib ki, uşaq sıra soldan sayını sayanda, sıra sayını mənimsəməyib də uşaq. Hardan ay sağ ol. saymaq lazımdır. Bəli, sıra sayı formalaşmayıb. Düzdür. Çünki baxın düzünə sayanda sayı miqdar düz gəlir. Amma tərsinə sayanda nə olur? Uşaqda yəni miqdar sonda səhv çıxır. Bir də say fəaliyyətində dedik uşaqlar necə sədri hansı mərhələlərlə? Sonra hansı müəllimədir? Bəli, müəllimə. Say fəaliyyətini uşaqlara hansı mərhələlərlə mənimsədirik? Nəyə diqqət yetirmək lazımdır? Müəllimə, Deyim, sayarkən sözləri sayı düzgün demək lazımdır. Sayın Hı -hı. adını uşaqlar bilməlidirlər. Məsələn, Hı -hı. nəticədəki ədədi çıxardıb ədədlə uyğun deməlidir. Ədədlərin Hı -hı. miqdarını, sırasını, mənasını uşaq başa düşməlidir. Qonşu ədədlərin bir-birindən artıb azaldığını, yəni ki, bu bir vahid bundan böyükdür, bir vahid kiçikdir. O anlayışları uşaqlar böyük-kiçik anlayışını, az-çox anlayışını başa düşməli ki, məsələn 4 3-dən böyükdür, 3 4-dən kiçikdir. Bu anlayışları uşaq başa düşməlidir. Vahidlərdən, sayların vahidlərdən ibarət olduğunu uşaq bilməlidir. Hı -hı. Çox sağ olun. Çox gözəl. Sağ olun, Nurdə siz sağ müəllimə, olun. digər müəllimlərdə. Əl işarələrini qaldırın. Hı -hı. Nurdə müəllimə. Müəllimə, PDF-i bu gün atacaqsınız? Göndərəcəm, bəli. Ödənişli dərsin PDF olmayacaq. Ümumi məntiq riyazi ilə bağlı bir PDF var. Səhv etmirəmsə onu biraz qısaltmışam. Tapıb göndərəcəm bu gün qrupa. Bu gün göndərəcəm. Nurdə Yəni müəllimə. sual cavabı atarsınız qrupa. Əlbəttə, əlbəttə göndərəcəm. Bəli, YouTube-a çox sağ olun. yerləşdirəcəm. Daxil olun, bəyənin, fikirlərinizi, şərhlərinizi yazın mütləq. Paylaşın Müəllimə, ətrafınızdan. Hı -hı. bu üstünə sayma, üstdən sayma var ya, onu mən tam olaraq başa düşə bilmədim. Bir dənə Baxın də müəllimə. izah Yaxşı. Üstünə sayma, üstünə sayma. Bu nədir? Yəni üstünə əlavə etməkdir, üstünə gəlməkdir. Baxın, üstünə sayma, üstünə gəlirəm, üstünə əlavə edirəm. 2 dənə var, ikisini də üstünə gəldim. 5 dənə var, üçünü də üstünə gəldim. Görürsüz, üstünə gəlmək, üstə sayma, üstünə sayıram, üstünə gəlirəm. Yəni bir növ üstünə gəlmə kimi yadınızda saxlayın üstə saymanı. 3 dənə qaşıq var idi, ikisini də verdilər. 3 dənə boşqab var idi, üçünü də verdilər və s. Yəni toplamadı üstünə əlavə edirik. Üstdən sayma isə üstdən. Üstdən sayıram. Yəni artıq burada ümumi bir say var. Mən də onu sayıram üstündən. Ki, misal üçün nə deyək? Gəlin sizlə əlaqələndirin. Bax, burada indi qoşulan müəllimlər var da. Üstdən sayma nədir? Sayıram. Misal üçün baxıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və s. 100 nəfər qoşulub deyirəm. Deməli, nədir? Bu üstdən saymadır. Yəni siz varsınız, görürsünüz, heç nə toplamadım, heç nə çıxmadım ki, xeyr. Sadəcə sizləri saydım. Bu yekun ümumi təsvirdə ardıcıllıq, bu bir növ sıra sayı ilə də əlaqələndirə bilərsiniz. Elədir. Bu üstdəndir. Baxın, üstdən var olan bir şey saymaqdır. Məsəl üçün, məndən soruşurlar ki, orada say gör neçə dənə yumurta var. Gedirəm sayıram üstəndə. Üstdən mi sayıram? Bəli, üstünə əlavə etmirəm ki, sayıram ki 1 2 3 4 deyirəm 5 dənə yumurtamız var. Bax bu üstdən saymadır. Görsə heç nə əlavə edib, heç nə çıxmadım ki, sadəcə məndən soruşurlar ki, yəni oradakı ümumi sayı müəyyən etmək üçün. Və yaxud müəllim məni yollayır, deyək ki, nəyi soruşsun. Deyir get o qutuda bax gör neçə dənə qələm var. Mən də gedirəm üstdən sayıram 1 2 3 4 5 6 7 məsəl üçün 10 dənə deyirəm qələm var. Bu üstdəndir. Görürsüz, ardıcıl sayıram ki, görüm sonda o neçə dənədir. Baxın, neçə dənəni müəyyən etmək üçün, nə qədəri müəyyən etmək üçün nə edirəm? Üstdən sayıram. Amma üstünə sayma əlavə etməkdir. Yəni toplamaqdır əslində. Üstünə gəlirəm, üstünə əlavə edirəm. Bax deyirəm sayıram 5 dənə yumurta var. Deyir ki 3 dənəsini də əlavə et. Gətirəm 3 dənə də əlavə edirəm. Bax bu üstünə əlavə etmə deyirəm indi 8 dənə oldu. Görürsüz 5 dənə var idi, 3-ünü də üstünə əlavə etdik, 8 dənə sonda yumurta alındı. Bax bu üstə gəlmə oldu. Üstünə gəlmə, üstünə sayma. O var olanı da saymaq üstdən saymadır. Müəllimə, onda üstdən sayma bayaq da qeyd edirdi, səhv eləmirəmsə, hesabi metoda aiddir də, hə? Üstünə sayma, üstünə hesabi. sayma, hə, üstünə Lazım. sayma. Hesabidir, monoqrafikdə üstdən saymadır, yəni ardıcıllıq. Başa düşdüm müəllimə, çox sağ ol. Səmtləşməni indi izah edəcəm. Müəllimlər, əl işarəsini qaldırın. Qaldırın əl işarəsini. Məntiqi riyaziyyədən çəkinirsiniz. Aha, üstdən sayma monoqrafik, düzdür, üstdən sayma hesab metod. Yaxşı, gəlin indi səmtləşməni də qısaca izah edeyim. Baxın, səmtləşmə dediyi ən əsası müəllimlər hansını səhv salır? Özünə səmtləşmə, özündən səmtləşmə, obyektə səmtləşmə və s. Baxın, özünə səmtləşmə dedikdə başda mən söz olur, mənlə başlayır. Çünki özümə səmtləşirəm. Öz yerimi, öz mövqeyimi
harda olduğumu bildirmək istəyirəm. Görürsüz, bax, mənə kimsə zəng edib soruşanda ki, sən hardasan? Deyirəm ki, mən buradayam. Mən buradayam, mən buradayam, mən bunun yanındayım, mən buradayım. Görürsüz, eləmi başlayır cümləniz? Bu mən zəng edirlər ki, müəllimə hardasınız? Deyirəm ki, mən evdəyəm, mən nə bilim, parkdayam, mən deyək ki, hər hansı bir obyektdəyəm. Düzdür, öz yerimi göstərirəm. Bu özünə səmtləşmə, özümə. Baxın, özümə səmtləşmə. Yəni öz yerimi göstərirəm, özümə istiqamətləndirirəm. Belə yadınızda saxlayın. Özündən səmtləşmə isə özümdən səmtləşmə. Misal üçün, məndən soruşurlar, nəyə soruşsun deyək. Deyir ki, Raul hardadır? Deyirəm ki, Raul mənim yanımdadır. Və yaxud daha doğrusu elə deməyim. Gəlin ondan verməyim elə. Çünki doğru olacaqmı mənim yanımda? Məndən olmalıdır. Çünki daha çox cümlədə məndən sözü istifadə olunur. Baxın, deyirəm ki, indi uşaqlara topun yerini göstərmək istəyirəm. Deyirəm ki, top məndən sağdadır. Və yaxud top məndən soldadır. Və yaxud mənim arxamdadır, məndən qabaqdadır və s. Bax, burada cümlə başlayanda mənlə başlamalı deyil. Bax, burada artıq hər hansı bir obyektlə, yəni müəyyən etmək istədiyimiz obyektlə başlayır. Deyirəm ki, bağça mənim sağımdadır və yaxud bağça mənim solumdadır, məndən soldadır və yaxud sağdadır da, belə deyə bilərik. Amma uşaqlarla işlədiyimiz üçün daha çox hər hansı bir obyektin yerini göstərəcəm də özümdən. Deyirəm ki, tap görüm Nərgiz hardadır, Nərgiz mənim arxamdadır. Və yaxud daha doğrusu Nərgiz məndən sağdadır, Nərgiz məndən soldadır və yaxud nə deyək, məndən arxadadır. Bax, belə deyəndə görürsünüz, burada Nərgizin yerini tapmaq istəyirik deyə. Mən də ikinci yerdə məndən söz olmalıdır. Çünki özümdən səmtləşdirirəm. Özüm olduğum yerdən həmin o obyektin və subyektin yerini göstərirəm. Deyirəm ki, həmin bu top məndən solda. Görürsünüz, bax, burada artıq açar söz məndən olacaq. Özümə səmtləşmədə məndir və cümlə mənlə başlayır. Amma özündən səmtləşmədə məndən sözü açar sözdür, amma cümlə nə ilə başlayır? Hər hansı bir obyektin və subyektin adıyla. Anlayırsınız, elə başlayır cümlə. Obyektlər də səmtləşmə, yəni obyektdən necə səmtləşdirirəm? Deyirəm ki, kitab qələmin yanındadır və yaxud deyək nə olsun, stol şkafın yanındadır. Və yaxud baxın, bağçanın yerini göstərmək istəyirəm. Deyirəm ki, bağça məktəbin sağındadır, bağça məktəbin solundadır və yaxud arxasındadır və yaxud öz evimizi göstərmək istəyirəm. Deyirəm ki, bizim bina bu marketin yanındadır. Bax, bu nədir? Obyektdən səmtləşdirirəm. Müəyyən bir obyektin yerindən bu lazım olan obyektin yerini göstərirəm. Düzdür? Və yaxud hər hansı bir metrodan səmtləşdirə bilərsiniz. Nə istəyirsiniz də, nəyin yerini müəyyən etmək istəyirsinizsə, oradan bir nümunə. Bax, görürsünüz, misal üçün biz nəsə deyək ki, nə istəyirik ki, sifariş verək. Nəsə sifariş veririk və istəyirəm ki, kuryer gəlsin, onu tapsın. Nə deyirəm? Də həmin bizim binanın tapması üçün müəyyən ipucu verirəm də. Düzdür? Deyirəm ki, bax, bizim bina biraz tanınan bir obyekt olmalıdır. Məsələn, bu marketin, bu əyləncə mərkəzinin, bu parkın, bu bulvarın nə varsa da, indi ətrafda gözə çarpan, daha doğrusu gözə çarpan tanınan nə varsa, onun üzərindən mən tanışlıq verirəm ki, gəlsin, tapsın. Bax, görsə, obyektdənmi verdim tanışlıq? Bəli. Və yaxud uşaqlarla necə işlərik? Uşaqlarla işlərik, deyək ki, istəyirəm uşaq nəyi tapsın? Nəyi tapsın? Hər hansı bir oyun saatı, deyək ki, maşını tapsın. Deyirəm ki, maşın ayının arxasındadır. Aydan sağdadır və yaxud soldadır. də arxasındadır, belə də deyə bilərsiniz. Maşın aydan sağdadır, ayının arxasındadır, ayının solundadır və s. Görürsünüz, yəni sırf gözə çarpan indi nəsə görsənir, ondan istiqamət verirəm ki, ondan 3 addım irəlidədir, 3 addım geridədir və s. Bax, bu obyektdən səmtləşmədir. Yəni belə asan, müstəvi dedikdə düz deyə bilərsiniz. Nəyin masanın üstündə, masanın altında, düz hər hansı müstəvinin üzərində nəyisə də qeyd etmək və yaxud da altında. Belə yadınızda saxlaya bilərsiniz. Çox asandır səmtləşmədə. Əsas verdiyim nümunələrlə çalışın. Qeydlər aparın, yadınızda saxlayın. Yaxşı, bərabər çoxluqları kim izah edə bilər? Bərabər çoxluqları uşaqlara necə öyrədirik? Hə, müəllimlər? Bərabər çoxluqları uşaqlara necə öyrətmək olar? Aybəniz müəllimə. Səs açın. Axşamınız xeyir müəllimə. Vaxtınız xeyir. Bərabər Çox sağ çoxluqları olun. uşaqlara necə? Biz müəllimələrə dəstək olduğunuz üçün. Bərabər çoxluqlar deyəndə müəllimə, iki əşyanın eyni sayda olmağı nəzərdə tutulur. Müxtəlif əşyaların ancaq sayının eyni olması. Uşaqları biz elə başa salırıq. Söz gəlimi hər hansı bir həndəsi fiqurlardır. Eyni həcmdə əşyanı masanın üzərinə qoyuram.
Məsələn, sual verirəm ki, uşaqlar hansı tərəfdə kubiklər çoxdur, hansı tərəfdə azdır? Uşaqlar baxır, deyir müəllimə, onların hər ikisi bərabərdir. Onunla başa düşürlər ki, o bərabər sayda, fərqlilik yoxdur. İkidirsə, 2 dördbucaq bu tərəfdədir, sağ tərəfdədir, 2 dördbucaq sol tərəfdədir. Və yaxud da 3 bucaq olsun, və yaxud ayrı hər hansı bir adda əşya olsun. Yəni ki, bərabərdirsə, onların bərabərliyini uşaq hiss edir, görür, müşahidə edir, özləri də qərar verir ki, bəs bu bərabərdir. Bərabəri el öyrədirik. Yəni əslində Həm deyə bilərəm bərabərlik bir misal. deyil. Bir misal deyə bilərəm. Mən Buyurun. məsələn bunu belə öyrədirəm. Çoxluqları müqayisə etmək üçün biz üst-üstə qoyma priyomundan istifadə edirik. Məsələn, böyük kubiklər, kiçik kubiklər. Kiçik kubikləri böyüklərin üzərinə qoyuruq və aydınlaşdırırıq ki, böyük kubiklərlə kiçik kubiklərin sayı bərabərdir. Və yaxud da 4 kubik qoymuşuq böyük, qoymuşuq 3 dənə kiçik kubik qoyuruq üst-üstə. Birinə çatmadı. Müqayisə edirik, deyirik ki, demək böyük kubiklər kiçik kubiklərdən bir ədəd çoxdur. Kiçik kubiklər isə böyüklərdən bir ədəd azdır. Mən belə öyrədirəm yəni şəxsən. Əla, düzdür. Düzdür. Bu Gözəl daha metod. çox əsasdır. Biz onu elə belə düşsək, bu hansı çoxdur, hansı azdır, uşaq onu heç vaxt düzgün tapıb deyə bilməyəcək. Bir də bizdə riyaziyyatda Yəni belə bir şey var əyanilik ki, praktika. bəli. Bir də var ki, məsələn biz eyni əşyanı götürürük, birini səpələnmiş formada qoyuruq, birini də qoyuruq məsəl üçün sıx formada. Uşaq səpələnmişə deyəcək ki, daha çoxdur. Çünki müqayisə etməyib axı onu, saymayıb, üst-üstə yığmayıb, müqayisə etməyib. Yəni konversiya nəzəriyyəsinə əsasında Ay, sağ olun. Düzdür. Konversiya Piagetdə ilk Konversiya nəməli mərhələdə nəzəriyyəsi. formalaşmır deyə Mən uşaq əlavə də məsəl üçün uşaqların bazasına görə o metoddan istifadə edirəm ki, uşaqlar o problemi aradan qaldıra biləcək dərəcədə uşaq yönümlü didaktik prinsipinə əsasən çox ağır sağlamda da uşaq çaşbaş qalır. Yəni mən sadədən götürürəm ki, uşaqlar onu başa düşsün, dərk etsinlər. Yaxşı, bəs düzdür. Məhsul komponentinin tapılması. Bax, məhsulu tapmaq üçün necə nümunə verilməlidir ki, biz burada məhsulu tapaq. Baxın, məhsulu tapmaq üçün necə nümunə yarada bilərsiniz mənə? Necə tapmalıyıq onu? Və yaxud hər hansı bir nümunə yaradılıb da bizə. Biz necə bilməliyik ki, burada bizdən məhsulu soruşur. Və yaxud biz uşaqda bu anlayışı formalaşdırmağa çalışırıq. Nümunə yarada bilərsiniz? Xeyr, müəllimə. Çünki mən riyaziyyatdan o qədər də güclü deyəm, açığını deyim. Yəni ki, elə indi sağ olun. Bilinməyəndir də. Biri var məlum, məlum bilinəndir. Artıq var. Məsələn, deyir ki, 3 dənə qızıl gülüm var. Bu məlumdur, 3 dənədir, düzdür? Bəli. Və yaxud nə deyək? Yeşikdə 6 dənə limon var, 6-sı yaşıldır, 3-ü də nə olsun, sarı. Bax, necə deyək bir saniyə? Yetişmiş, elə düz dediniz müəllimə, sarı yetişmiş halıdır. Yetişməmiş halı da yaşıl olur. Xeyr, baxın, elə deməyək. Baxın, elə tam alınmadı. Baxın, deyirəm, 6 yeşikdə limon var, onun 6-sı sarıdır, qalanı yaşıldır. Daha doğrusu yox, bir saniyə. Deyirəm, yeşikdə 15 dənə, və yaxud da uşaqlar 10 dairəsində sayda 10 dənə limon var. Onların 6-sı yaşıldır, qalanı sarıdır. Baxın, düzəltdi axırıncı cümləni. Yeşikdə 10 dənə limon var, onun 6-sı yaşıldır, qalanı sarıdır və yaxud 6-sı sarıdır, qalanı yaşıldır. İndi biz müəyyən etməliyik ki, görək yaşıl almanın sayı nədir? Görürsünüz, yaşılın sayını vermir ki, orada deyir ki, sarı 6 dənədir, bəs yaşıl neçə dənədir? Ümumilikdə 10 dənə limondur, onu bildik. İndi baxın, 6-sı yaşıldırsa, sarının sayı bilinmir. İndi mən sarını tapmaq üçün nə etməliyəm? Nə edə bilərəm? Onda deməli, ondan çıxmalıyıq 4-ünü. Elə mi olur müəllimə? Ondan 6-sını. Orada qalır. Ondan çıxırıq 6-sını. Qalır orada 4. Ay, sağ olun. Düzdür. Düzdür, əla. Toplama çıxma ilə bir növ əlaqələndirin də. Burada məhsulu tapmaq misal mən deyim, müəllimə sadə bir misal deyim mən də. Verir, buyurun. Məsələn, karandaşlar qutusudur. 1-2 karandaş qutusunda 12 karandaş olur, ya 6 olur da, tutaq ki. Məsələn, biz deyə bilərik, məsələ forması deyirik ki, Ayaz 3 karandaş götürdü. Məsəl üçün, başqa bir uşaq da 3 karandaş götürdü və onlar rəsm çəkmək istəyirdilər. Demək, karandaş qutusunda neçə karandaş var imiş?
Yəni bu məhsulu tapırlar ki, yəni burada ikisi birləşsə olacaq ki 6 Elə qram. olar. Olar, düzdür. Düzdür. Qutuda qələmlər var. Qələmlərin üçünü Ayan, üçünü də Nəzrin götürdü. Deməli qutuda neçə qələm var idi? Belə də olur. Ay sağ olun. Onda uşaq nə edir? Artıq 3 üstünə 3 gəlir, görür 6-dır. Yəni toplama çıxma ilə verir bunu. Baxın, ya qaldı, ya oldu. Ya oldu olmalıdır. Oldu olursa deməli toplayırıq. Qaldı olursa qalır da çıxırım. Amma çıxmadı. Baxın, oldu varsa sonda neçə dənə oldu? Bu toplamadır. Deməli burada üstə gələcəm obyektləri. Qaldı olursa deməli burada da çıxacam. Düzdür? Neçə dənəsi qaldı? 3 dənə var idi. İkisi soldu, biri qaldı da bir növ belə. Bir növ müəllimə, Məhdud burada həm çıxılır, həm də üstə gəlinir də. Elə bir növ belədir. Həmin Bəli, çıxırsan, biri var beynini adi sonra toplama çəkirsən. çıxma. Bu adi toplama deyil də, biri x-dir, biri bilinmir. Yəni birinin sayı bilinmir, onu tapmağa çalışırıq. Anlayırsınız? Birini bəli, müəllim. tapmağa çalışırıq ki, görün bu x nədir? X yəni sayı bilinməyəndir. Görürsüz dedik 10 dənə limon var. Onun 6-sı sarıdır. Sarını bildim, amma yaşının sayını bilmirəm. Çünki deyir ki, baxın digərləri, başqaları, o biriləri də bir növ belə bu sözlər də ola bilər əslində, düzdürmü? Ola bilər digərləri deyirəm də, digərinin sayı digərləri yaşıldır, o biriləri yaşıldır. Yəni belə cümlə ola bilər. Digərləri artıq görürsüz digər deyir, sayı demir ki, deyir digəri yaşıldır. Demir ki, 4-ü də orada yaşıldır və yaxud 4-ü də orada qırmızıdır və s. Belə demir. Bax görürsüz? Aysa. Qalmışı tapmaq üçün də müəllimə. Bəli. Qalmışı tapmaq üçün də uşağa məntiqi Bəli də, olmuyor. Məchul nədir? Məchul bilinməyəndir də. Məchul bilinməyən. Biz məlumları ya toplayırıq, ya çıxırıq ki, məhsulu alındıraq. Yəni tapaq. Bəli, müəllim. Aydın dilini dediyiniz üzrə başa düşdüm. Aha. Çox sağ olun. Yaxşı. Siz sağ olun. Yaxşı, baxın deyir, indi əşyaları ölçülərinə görə fərqləndirməyi uşaqlara öyrətməliyik. Bax, əşyaları ölçülərinə görə fərqləndirmək dedikdə, ölçü dedikdə nələri nəzərdə tuturuq? Yəni nə üzərindən uşağı fərqləndirməyi öyrətməliyik? Ölçüdə misal üçün Əşyaların fərqliliyini də müəllimə. Məsələn, böyük Necə ölçüdə fərqli? əşya var. aha, Uzun qısa, enli ensiz, Ay, hündür alçaq. düzdür. Evet. Həcmidir, İki qalınlığıdır. əşyanı müqayisə eləyirik də müəllimə. Uşağın gözünün qarşısında iki əşyanı söz gəlmir. Bir qalın kitab götürürəm, bir nazik kitab götürürəm. Belə Mhm. fərqləndirirəm. Deməli burada Keşləri əslində alt götürürəm. aha. Burada alt Bəli, standart deyir, olaraq 2.3.2-ni götürə bilərsiniz də. Görürsüz orada ölçünü verir. Ölçüyə nələr aiddir? Enli, ensiz, uzun, qısa, hündür, alçaq və s. Yəni bunlar nəzərdə tutulur. Böyük, kiçik. Mən izah edə bilərəm uzun qısanı necə ölçürük, yəni necə mən tətbiq Buyurun. edirəm. Buyurun. Məsəl üçün bizdə zolaqlar var. Mən o zolaqları uşaqlara da paylayıram. Özüm də onları göstərirəm. Yəni yanaşı qoyma prinsipi. Yəni priyomundan istifadə edirik. Zolaqları yanaşı qoyuruq və baxırıq ki, bir uzun qırmızı zolaq daha uzun görünür. O biri zolaq isə daha qısa görünür. Və yaxud da həmin o qısa zolağı qırmızının arxasına qoyuram. Deyirəm, bax qoydum, bir-birinin üstünə tutdum əlimdə. Yəni aşağıları bərabərdir, amma baxırıq ki, o görünmür arxadan. Demək bu qısadır. Əgər biz onu qabaqdan üst-üstə qoysaq, ikisini bir-birinin üzərinə qoysaq, uşağa yenə göstərsək, görəcək ki, uzun yuxarıdan görünür qırmızı. O biri isə qısadır. Yanına da qoyanda o cür həm üst-üstə qoyuruq, həm də yanaşı qoyma priyomundan istifadə edirik. Düzdür. Bəli, elədir. Müəllimə, elədir. Biz də elə eləyirik. Yaxşı, düzdür də. Yenə bax, əyani praktika deyəndə nəyə nəzərdə tuturum? Uşağa mütləq ki, göstərmək lazımdır. O qədər izah edin ki, uşaq siz izah edəndə, yəni birini anlayırsa, üçünü anlamır. İzah edə bilirəm, amma göstərəndə, onu bir də təcrübədə uşaqlara tətbiq elətdirəndə, o zaman daha yaxşı mənimsəyir. Yəni artıq bacarığa, vərdişə çevrilir, daha yaxşı dərk edir, mənimsəyir, qavrayır. Yaxşı, ədəb pilləkən dedikdə nəyə nəzərdə tuturum? Arasında da elətdirirəm. Mən hündür uşaqla boydan balaca uşaqları qabağa çıxardıram. Yəni uşaqların yaddaşına daha tez yaxşı qalsın deyim. Onları bir-birindən fərqləndirirəm. Məsəl üçün Mirayın boyu hündürdür. Fərqi nədir? Miray hündürdür, Ruqiyyə balacadır, kiçikdir boyda. Bax belə mən də fərqliyik. Yəni uşağın arasında aparıram ki, daha yadda qalan olsun. Düzdür. Yaxşı, sayın sabitliyi dedikdə nəyə nəzərdə tuturuq? Sayın sabitliyi deyəndə müəllimə, yəni ki, say dəyişmir də, mən elə başa düşürəm. Sabit qalır. Məsələn, 10 dairəsidirsə, elə 10 Necə dairəsində öyrədirik qalır. Azalmır. Necə öyrədəcəyik? Metodikasını bilmirəm müəllimə. Bilmədiyim
Bilmirəmsə, yəni fikir də söyləmək istəmirəm, birdən yanlış olar. Baxın, burada Söylədim. öyrədirik ki, əşyaların yerini dəyişsək də, sırasını dəyişsək də, say sabit qalır. Anlayırsınız? Bax, Aha. sabitlik budur. Yəni, əşyanı rənginə görə də, misal üçün, yerini dəyişsək də, forması fərqli də olsa, yenə nə Say olur? dəyişsin. Olduğu kimi qalır. Oldu. 10 dairəsi də 10 dairəsində qalır. 5-dirsə 5-də qalır. Belə. Düzdür. Yaxşı. Zaman anlayışı hansı yaş qrupundan uşaqlarda formalaşır? Riyaziyyat Zaman anlayışı ən çox məktəbə hazırlıq qrupunda, düzdür, böyük qrupdan keçilir müəllimə. Böyük qrupdan da keçilir. Həftənin hissələri ancaq sadə formada keçilir. Ancaq saatla məktəbə hazırlıq qrupunda keçirilir. Bəs günün hissələrini baxın, zaman anlayışı formalaşmaya başlayır hansı yaş qrupundan? Günün hissələri. Günün hissələrini böyük qrupdan keçirik. Böyük olmaz. Orta qrupdan da ki, mən böyük qrupda işləyirəm deyim, ona görə orta qrupdur, ortadan zaman anlayışı formalaşmaya başlayır, amma uşaqlar qatırlar. Baxın, mənim indi oğlumun tam o orta qrup yaşındadır. Deyir ki, dünən mənə bunu alarsan, dünən mənə bunu edərsən, halbuki dünən artıq keçibdir, uşaq bunu anlamır. Anlayırsınız, elə bilir ki, sabah deyir. Yəni, sabahları mən onu nəstə alacam. Deyir, dünən bunu alarsan, dünən mənə bunu ala bilərsən. Yəni, zaman anlayışı yavaş-yavaş formalaşmaya başlasa da, amma yerlərini səhv deyir. Cümlədə düzgün istifadə etmir. Amma səhərdir, gün ortada, axşamdır, bunları artıq seçməyə başlayır. Bəs kiçik yaş qruplarında mən uşaqlara müəyyən prosedurları formalaşdırmaq istəyirəm, müəyyən tapşırıqlar verirəm və yaxud əmək fəaliyyətinə sövq edirəm, yavaş-yavaş bu oyuncaqları səbətə yığmaq və s. Burada uşaqda yavaş-yavaş o zaman anlayışını formalaşdırmaq üçün də onda o təsəvvürü, yəni kör-körayını etməsin də işi, müəyyən ardıcılıqla yerinə yetirsin deyə nələrdən istifadə etsən məqsədə uyğundur. Yəni, nə vasitəsilə mən uşaqlara o zamanla işləməyi öyrədə bilərəm. Verilən vaxt müddətdə işləməyi öyrədə bilərəm. Düşünün görək. Nə olar? Sensor tərbiyədə müəllimə, o riyaziyyat məşğələsi sensor tərbiyatında Aysun müəllimə düzdür, Aysun müəllimə. Nə olar? Baxın, bu bir vəsaitdir də, mən onu istifadə edirəm, uşaqlara göstərirəm. Deyirəm ki, bax, bu bitəndə, hamısı aşağıda olanda siz işi bitirməlisiniz. Bunun hamısını yerinə yetirməlisiniz. Praktikada eləməmişəm deyə müəllimə, bəlkə deyirəm, mən böyük qrupda işləyirəm. Yəni, müəllimə qum saatından. Ay, sağ olun, qum saat. Çünki biz rəqəmləri axı uşaq hələ məktəbə hazırlıq qrupunda öyrənir. Mən orada qruplarla iş verəndə qum saatını çeviririk. Deyirik, bu bitənə qədər qruplarla iş olunmalıdır. Onlar da işlərini yerinə yetirirlər və gətirib təqdim edirlər. Düzdür. Baxın, uşaqlara saat anlayışını öyrətmək üçün, yəni sayıları bilsinlər, rəqəmləri tanıyırlar da, artıq tanımaya başlayır məktəbə hazırlıq qrupunda. Neçəyə qədər saymaq öyrətməliyik ki, saatdır, xatkəşdir, tərəzidir, bunlarla işləməyi bacarsın? Əslində müəllimə, məktəbə hazırlıq qrupunda bağçalarda 10 dairəsindədir. Məktəblərdə 12 saat, 12 ədədini öyrədirlər ki, yəni zaman anlayışını saatı başa düşsünlər, uşaqlar saatı başa düşsünlər deyim. Orada da rəqəmləri məsəl üçün bütün deyilir. Saat məsəl üçün 12, 1, 2, məsəl üçün işləmiş, qalmış sözü işləmir. Çünki uşaqların anlayışı o dərəcədə deyil ki, məsəl üçün deyərsən ki, saat 15:30-dur və yaxud 15:45-dir. Uşaqlar o anlayışdan bilmir. Ona görə də saat 3-dür, saat 4-dür, 5-dir. Bax, belə anlayışlarla uşaqlara Mənim məktəbə hazırlıq qrupunda, baxmayaraq ki, 10 dairəsində hesablama bacarıqlarını uşaqda formalaşdırmalıyıq, amma 12-yə qədər rəqəmlərlə uşaqları tanış edirik də, düzdür? Yəni, uşaq 11-i də 12-ni də tanımalıdır ki, saatda onu seçə bilsin. Yaxşı. Bir də, baxın, mən necə sual verirəm ki, uşağa deyirəm, nə qədər? Müəyyən indi məsələ ilə bağlı, situasiya ilə bağlı uşağa nə qədər sualını verirəmsə, deməli, məqsədim nəyi uşaqda öyrətməkdir, nəyi formalaşdırmaqdır, nəyi inkişaf elətdirməkdir? Nə olar? Qədər anlayışını. Kəmiyyət anlayışında müəllimə. Qədər anlayışı. Qədər. Hesablama. Düzdür? Bəli, müəllimə, düzdür. Yaxşı, daha sonra deməli. Bəs desəm ki, bu nə vaxt olub? Məqsəd nədir? Məqsəd nəticə, təlimə qoyulmuş bir nəticədir. Yəni ki, nəticə. Zamandır da bu zaman. Yerlər zəhmət olmasın. Yerdən deməyin. Səs qarışacaq. Aha.
Aybəniz müəllimə, kim sual cavab olmaq istəyirsə, əlinizi qaldırın, bir-bir sual cavab edin. Yoxsa səsi açın, sualı biləndə cavablayın, bilməyəndə sakit durun, belə etməyin zəhmət olmasa. Əlinizi qaldırın, ardıcıl sual cavab edin də. Asan suallardır gördüyünüz kimi. Hə, Aybəniz müəllimə. Məqsəd Yəni mən məqsəd müəllimənin bir nömrəli qarşısına qoyduğu məqsəddir ki, uşaqları təlimi uşaqlara başa salmağa, reallaşdırmağa. Məqsəd dəqiq olmalıdır, aydın olmalıdır, uşaqların başa düşəcəyi səviyyədə müəllimə olmalıdır. elə deyil. Baxın, uşağa sual verirəm ki, bu nə vaxt olub? Məqsədim uşaqda nəyi öyrətmək, nəyi formalaşdırmaqdır? Günün hissəsini müəyyən etməkdir. Düzdür? O ardıcıllığı. Bəli, Ay, sağ olun. ardıcıllığı, elə. Düzdür. Hə. Bəs desəm ki, sağda nə var, solda nə var? O O zaman səmtləşmədir də müəllim. sağdadır, soldadır. Bu nə olacaq? Nə anlayışını formalaşdırmaqdır? Özündən səmtləşmədir, müəllim, onu deyirsiniz. Fəzadır da, fəza təsəvvürlərlə bağlı Fəza. müəllimlər sual verir. Müəllimlər, Aha. fəza təsəvvürüdə, məkan anlayışıda, məkanda səmtləşmədə bunlar eynidir. Ha, bax, yadınızda saxlayın. Məkanda səmtləşmədə, fəzada səmtləşmədə, fəza təsəvvürlərdə daha doğrusu bunlar eynidir. Yəni eyni məqsədə gedir, çıxır da belə deyil. Yəni yerini tapmaq da, yeri göstərir. Fəza təsəvvürünə yerini tapmaq, yerini müəyyən etmək. Məsəl üçün deyirəm ki, bax gör, maşın hardadır? Burada məqsədim nəyi formalaşdırmaqdır? Maşını tap, maşın Məkan. hardadır? Hı. Nədir bu? Hansı məkanda yerləşdiyini tapmaq. Fəzada yəni fəza təsəvvürləri, məkanda səmtləşməni. Bax deyirəm ki, hara gedirsən? Nədir bu? Bəli. Uşağın məkan anlayışını uşaqlara başa salmaq da müəllimə. Fəza anlayışını. Yaxşı. Bir dənə də sual verim müəllimlər. Baxın, biz məntiqi riyazi təfəkkür məşğələsini yaşlar üzrə öyrədərkən hansı ardıcıllıqda öyrədirik? Yəni ilk başlarda nələr öyrədilir, sonra orta qrupda, böyük qrupda nələr, məktəb hazırlıq qrupunda artıq belə deyim, nöqtəni, nidanı tamamlama işləri nə ilə aparılır? Kim istəyir cavablasın, amma bir-bir. Kiçik qrupda Arzu müəllimə. müəllimə. Bu səsləri idarə etməyi öyrənsəydiniz əla olardı. Aha, buyurun, Aybəniz müəllimə, siz cavablamaq istəyirsiniz, ya Turayna müəllimə, siz. Kim cavablayırsa bir nəfər ətraflı cavab versin. Mən deyim, Təranə müəllimə, mən deyim. Buyurun, Təranə müəllimə. Bir ədəddən əvvəlki dövr dedikdə, yəni biz əvvəlcə birinci kiçik qrupda uşaqlara öyrədirik bir çox anlayışını. İkinci kiçik qrupdan isə öyrədirik az çox anlayışını. Yəni bu ardıcılıqla belə gedir. Sonra say anlayışı başlayır orta qrupdan, öyrədirik 3-ə qədər sayma, böyük qrupda 5-ə qədər, məktəb hazırda isə 10-a qədər sayma öyrədilir. Başqa nə sual müəllimə? Ümumi təlim nəticəsidir sanki. Mənə bilirsiniz nə lazımdır? Misal üçün, baxın, uşaqlara çoxluq anlayışı hansı yaş qrupunda öyrədilir? Misal üçün, ədədlərlə ilk öncə tanış edirik, yoxsa say fəaliyyəti mi öncədir? Uşaqlara ilk öncə rəqəmləri mi öyrədirik, hesablamanı mı öyrədirik? Bu ardıcılığı soruşuram sizlərdən. Birinci müəllimə rəqəmlər öyrənirlər də, sonra ədədlər. Elə olarmı ki? Yox, ədədlər birincidir axı. Rəqəmlər ədəddən əmələ gəlir. Yəni 10 ədədini rəqəmini əmələ gətirmək üçün 1 ilə 0-ı birləşdiririk, bu olur 10 rəqəmi. Düzdür. Baxın, indi ilk öncə biz uşaqlara ədədlə işləməyi öyrədirik, yoxsa saymağı öyrədirik? Yəni ədəd anlayışını öyrədirik, yoxsa əvvəl saymaqdır da, əvvəl saymaq. Say. Yaxşı. Bəs sonra ilk olaraq dedik rəqəm, sonra hesablama fəaliyyətidir. Yəni hesablamanı öyrədirik. Yaxşı. Bəs ədədin tərkib hissəsi ilk öncə öyrədilir uşağa, yoxsa qonşu ədədlər? Hansı olacaq? Əvvəl tərkib hissəsi olacaq. Tərkib hissəsi var sonra. 1. Turayna müəllimə cavablasın. Aybəniz müəllimə, çox sağ olun. Son dəqiqələrdə, onda Turayna müəllimə ilə davam edək. Baxın, biz dedik ilk öncə ədədin tərkib hissəsi, yoxsa qonşu hansı olacaq? Mən Təranə müəlliməm, müəllimə. Təranə yoxsa Təranə Turanə müəllimə. Üzürlü sayın. Üzürlü sayın. Aha, Təranə. Dedim ki, başqası da var. Ədədin tərkibini öyrədik də müəllimə. Tutaq ki, biz deyirik 1, 2, 3, 3 rəqəm təklif, 2 dənə 1 var. Yəni 3 alma birləşdi, 3 rəqəmini əmələ gətirdi. Məsəl üçün məndə kartlar var, şəkili qoyuram uşaqların qarşısına, rəqəmləri də qoyuram. Deyirəm şəkilləri sayın, rəqəmi qoyun onun yanına. Görək burada bizim neçə dənə almamız. Onlar da 2 rəqəmini qoyur, 2 alma, 3 alma və ya müxtəlif cür verirəm kartları. Onlar da özləri onu ayırt edirlər. Birinci ədədin tərkibini öyrədirik, sonra rəqəmi qoyur, birləşdirməyi, rəqəmlə əlaqələndirməyi öyrədirik uşaqlara.
Ay, sağ olun. Düzdür, ədədin tərkib hissəsini bilməsə, qonşu ədədlərdə müəyyən edə bilməyəcək. Yaxşı. Belə. Çox da böyük kurs öyrədir. Suallarınız Çünki var? ortada. Düzdür. Safiyə müəllimə sizə çox təşəkkür edirəm. Bugün o qədər təzə terminlər mənə, yəni bilirik biz bunlar. Sadəcə biz onu termin kimi. Yəni siz onu açıqladınız bizə. Yəni biz onsuz da bunu işimizdə görürük. Biz həmişə etdiyimiz işdir, keçdiyimiz məşğələdir. Ay, Sadəcə sağ siz onu olun. anlayışları ki, o nəzəri hissə ki var, isə onu bizim beynimizdə yeritdiniz. Buna görə sizə çox təşəkkür edirəm həqiqətən. Bütün müəllimlər adından təşəkkür Siz sağ edirəm. olun. Çox sağ olun. Siz sağ olun müəllimlər. Sualınız varsa 1 dəqiqə 30 saniyəmiz var. Nə sualınız var buyurun ünvanlayın. Xoş sözləriniz üçün çox sağ olun, amma videonun altından gözləyəcəm. Yəni orada yazın bir geri dönüş edəcəm. Burada çünki baxa bilmirəm hər saat bölməsinə. Əlavə məntiqi riyazi ilə bağlı nəsə qaranlıq qaldı sizə, nə isə anlamadınızsa buyurun sual verin, cavablayım. Amma qısa bir cavab. Siz sağ olun. Xeyr, müəllim. Müəllim, Aha. bayaqlarım siz izah verdiniz, məzmun xətti əsas alt standarta uyğun. Yeni metndən alt çoxluğun, onun zəhmət olmasa bir də deyərdiniz. Baxın, biri var ümumi çoxluq, biri var alt çoxluq. Bir də var ki, yəni bir növ ümumi çoxluq nə deyək? Kort deyək, Ümumi bir deyimi də alt çoxluqdur. Yəni hissəyə ayırmaq da, parçalamaq, bir növ belə götürək. Və yaxud baxın, alma deyim, və yaxud gilas nə ilə nümunə verirəm. Bu gün ancaq gilas almada qalmışım. Yəni gilaslar deyək, bax çoxlu gilaslar var, rəngarəngdir də gilaslar. Sarı gilasdan deyək ki, qırmızı gilasdır. Baxın, mən ümumidə baxıram ki, gilasda bir boş qabda rəngarəng gilaslar var. Bu ümumi çoxluqdur. Amma mən onu əgər rənglərinə görə ayırsam, bu baxın alt çoxluğa ayırıram. Rənginə görə, formasına görə, dadına görə, nə istəyirsiniz də, hər hansı xüsusiyyətinə görə ayırmaq. İndi mən sizə onu nümunədə necə verdim, tam yaxşı anlayasınız. Dedim ki, misal üçün meyvələr deyirik. Meyvə ümumidir, düzdür? Bax, ümumidir. Ümumi bir anlayışdır. İndi mən onu alt çoxluğa bölmək üçün nə verə bilərəm? Misal üçün, necə meyvə 2